Empatiya başqasının duyğularını, düşüncələrini anlama və hiss etmə bacarığıdır. Bəzən bir baxışla qarşı tərəfin nə hiss etdiyini anlamaq, bəzən isə kiminsə yerində özünü təsəvvür etmək. Bu insanın ən dəyərli psixoloji bacarıqlarından biri hesab olunur. Ancaq empatiyanın az və ya həddindən artıq olması bəzən həyat keyfiyyətinə təsir edə bilir. Bəs empatiya hissi necə formalaşır? Necə idarə olunmalıdır və hansı hallarda zərərli ola bilər? Mütəxəssislər deyirlər ki, empatiya hissi uşaq yaşlarından əsasən 6-9 yaş aralığında formalaşmağa başlayır. Psixoloq İsmət Həşimin sözlərinə görə, uşaqlar valideynlərinin davranışlarını müşahidə edərək empatiya bacarığı qazanırlar. Əgər uşaq valideynlərinin başqalarına qarşı mərhəmətli, anlayışlı davrandığını görürsə, o da eyni davranışları mənimsəyir. Tamamilə empatiya hissindən yoxsun uşaqlar olur. Böyüyəndə təbii ki, şəxsiyyət kimi də o şəkildə formalaşırlar. Bunun üçün birinci növbədə uşaqlar inkişaf etdiyi dönəmlərdə onlardakı baş verən hadisələrə, situasiyalara vermə reaksiyasını bizdən asılı olan bir şeydir. Valideyn olaraq biz düzgün reaksiya verməliyik ki, uşaqlarda onlar yaransın. Çünki uşaqlarda təqlid bacarığı fonunda bunlar yaranmağa başlayır. Əgər biz bir hadisəyə necə reaksiya veririksə, uşaq da bizdən görür və artıq ona bənzər hadisələrə o cür reaksiya verməyə başlayır. Empatiya çox vaxt müsbət bir xüsusiyyət kimi təqdim olunsa da, bəzi hallarda bu hissin normadan artıq olması insanı psixoloji olaraq yora bilər. Empatik yüklənmə adlanan bu vəziyyətdə şəxs başqasının problemlərini öz üzərinə götürərək emosional olaraq tükənə bilir. Bu olduğu təqdirdə də artıq insan öz düşüncəsini, öz duyğularını kənara qoyur, ancaq qarşıdakını düşünməyə başlayır. Təbii ki, bu da artıq o insanın özünə mənfi fəsadlar verməyə başlayır, öz düşüncələrini kənara qoymaz, ancaq qarşıdakına belə deyək də mükəmməl olmalıdır. Hər şey onun üçün yaxşı olsun, mən üçün sonra olsa da olar düşüncəsi artıq biraz fədakarlıqdan da çıxmış olur. Bəzən düşünürük ki, fədakarlıq edirik, amma fədakarlıq da burada bir incə çizgi var. Müəyyən qədər fədakarlıq edə bilərik, amma bəzi yerlərdə də özümüzə də artıq önəm verməyimiz lazımdır. Çünki biz yoxuqsa zaten qarşıdakı da olmayacaq. Psixoloqlar yetkinlərin empatiyanı balanslı şəkildə idarə etməsinin vacib olduğunu deyirlər. Yəni başqasını anlamaq, hisslərinə hörmətlə yanaşmaq, amma eyni zamanda öz sərhədlərini də qorumaq lazımdır. Çünki özünü və digərlərini eyni dərəcədə önəmli görmək bu bacarığın sağlam istifadəsini təmin edir. Ayşən Sərdar qızı, Səbuhi Mustafayev, Xəbər ertəsi.